Lənkəran-Lerik avtomobil yolunun 53-cü kilometrliyindəyik. Hal-hazırda da buradan keçən kəndlər var. Kələxan, bildiyiniz kimi Qosmanyan kəndi, eyni zamanda da Göydərə kəndləridir ki, relyef yuxarı hündürlükdə olduğuna görə 30 sm qar görə bilərik. Hava şaxtalıdır, qar yağmasa da yollar buz bağlayıb. Yuxarı istiqamətdən aşağı istiqamətə nəqliyyatın hərəkətinin yaxşılaşdırılması üçün texnikalar hal-hazırda iş başındadılar. Dünən gəlmişdik Lerikə, yol buzluydu, şaxtaydı, qəza da hal-hazırda olub. Qaldıq gecəni, düşə bilmədik aşağı, texnikalar yolu bugün düzəldiblər. Qar olduğuna görə biz gedə bilmədik. Maşını saxlamışdıq, 50-ci kilometr ərazisi var burada bizim yolumuzda. Biz buradan elə bir ki, Nivalarla getmişdik. Yolları təmizləyiblər. Lənkərandan gəlirik, Lerikə gedirik, yollar yaxşıdır, qum səpiblər, təmizləyiblər. Qarın yağmasına və yaratdığı çətinliklərə baxmayaraq, hətta başqa rayonlardan gəlib qar sevincini yaşayanlar da var. Hal-hazırda ailəvi gəlib, qar topu oynayan, qar adamı düzəldən, bu sevinci şəkil çəkdirərək paylaşan insanların sayı Lerik ərazisində çoxdur. Lənkərandan gəlmişəm. Lənkəranda qar yoxdur deyə mən də Lerikdə oynamağa gəlmişəm. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi hava şəraiti ilə əlaqədar olaraq gücləndirilmiş iş rejimində çalışmağa davam edir. Bölgələrdə agentliyin xidmət etdiyi yollara, xüsusilə də daha tez qar tutan və buzlaşan yollara öncədən qar təmizləyən və duz-qum qarışığı səpən texnikalar çıxarılıb. Gecə boyu və səhər saatlarında digər rayonlar üzrə bütün avtomobil yollarda daxil olmaqla yardımlı və Lerik rayonları ərazisində bütün yollar nəzarətdə saxlanılıb. Agentlik tərəfindən aparılan qabaqlayıcı tədbirlər nəticəsində problem müşahidə olunan ərazilərdə avtonəqliyyat vasitələrinin təhlükəsiz və fasiləsiz hərəkəti təmin olunub.